فكم يا إلهي من كربة قد فرجتها وهموم قد كشفتها وعثرة قد أغلتها ورحمة قد نشرتها وحلقة بلاء قد فككتها. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا محمد وآله الطاهرين. اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Duaul iftitah. İftitah duası. Yani başlamak duası, başlangıç duası. İftetaha yani bir şey işi başladı. Bildiğimiz kimi mübarek Ramazan ayının gecelerinde okunan en mühim dualardan biri. Hemen bu duadır ki inşallah Allah'ın izniyle isteyirik ki bir neçə gün ərzində Ramazan ayının gecelərində proqramlı şəkildə hər gün müəyyən qədərini oxuyub tərcümə eləyək. Həmin bu dua iftitahdır. İftitah duası İmam Zaman əleyhissalamın ikinci naibi Muhammed bin Osman Əl-Amri Rıdvanullahi əleyhdən nəql olunub. Düzdür, Muhammed ibn Osman nəql eləməyib ki, deməyib ki, mən bunu İmam Zaman əleyhissalamdan nəql elədim. Amma duanın içindəki o mühtəvasından başa düşürük ki, adi insan sözü deyil, yəni məsum kəlamıdır. Buna görə insanda böyük ehtimal yaradır ki, dua İmam Zaman əleyhissalamdan nəql olunur. Duanın o gözəlliyi, bəlağı, fəsahət cəhətindən, onların bədii ədəbi üslubundan əlavə ki, həddən artıq yuxarı səviyyəli cümlə quruluşları ədəbi və bədii janrda həddən artıq yuxarıda qeyd oluna bilən yuxarı səviyyəli bir söz üslubu ilə yanaşı, eyni zamanda içindəki məna çaları da həddən artıq yuxarıdır. Və sanki bir dünya mərifətdən ibarətdir ki, istəyir insanı Allaha tərəf yönəltsin və Allah yoluna gedən, hər Allah yolunda hərəkət etməyə başlayan hər bir insanın əlindən tutub onu Allah tərəf aparsın. Duanın əvvəli Allahın həmd sənası ilə başlayır. Ondan sonra İmam Zaman əleyhissalamın həsrəti, onun qeybətdə olmağı, Allah'a şikayət, zalimlərin məzlumlara etdiyi zülümlərdən Allah'a olan şikayət və bu cür bu siyaqda Allah'tan istəyir ki, höccətini göndərsin və yer üzün ədalətlə nurani eləsin, ədalətlə doldursun. Və hər bir cümlənin də altında ağır-ağır mənalar və dayanılacaq nöqtələr vardır. Biz çalışacaq ki, həddən artıq uzatmayaq. Belə deyək də, yəni mümkündür ki, 10 cələsəyə ya 10 söhbətə qutaraq. Mümkündür biri geniş şəkildə izah eləyər, mümkündür bir Ramazan hamısını izah eləyər. Ola bilər, amma bizim məqsədimiz qısa şəkildə izah eləməli ki, çox dərinə getməyək. Dediyim kimi, məsumdan olmağına açıq-aşkar dəlilimiz yoxdur. Çünki Muhammed ibn Osman demir ki, mən bunu İmam Zaman əleyhissalamdan nəql eləyirəm, amma bu baxımdan ki, Muhammed ibn Osman İmam əleyhissalamın ikinci naibidir. İnsana belə deyək, xatircəmlik hasıl olur ki, dua İmam Zaman əleyhissalamdan nəql olunub. Duaul iftitah, iftitah duası. Yəni başlanğıc duası. Dua elə öz adında həmən o birinci cümləsinə götürüb. Buyurur ki, Allahümme inni əftətihus-sənâə bihamdik. Allahümme, yəni ya Allahu, ərəb dilinin qrammatikasını oxuyanlar bilirlər ki, Allahümmənin sonundakı mim deyirlər ki, əvvəlindəki həzf olunmuş, ortadan götürülmüş ya nida ədatı ki vardı, ya filan kəs, o yanın əvəzinə mim olaraq Allah kəlməsinin sonuna birləşib. Allahümme, yəni ya Allah. Allahümme, ey mənim Allahım, ey mənim Rəbbim. İnni, həqiqətən mən, əftətihus-sənâə bihamdik. Səna yəni Allahı tərifləmək. Mən sənin sənanı, sənin həmdinlə başlayıram.
Demək, mümkündür Allahı tərif eləyəsən cürbəcür sözlərlə. İmam əleyhissalam, əgər İmam Zaman əleyhissalamdandırsa, buyurur ki, ey mənim xaliqim, ey mənim Rəbbim, ey mənim Allahım, mən səni tərifləməyə sənin həmdinlə başlayıram. Həmd, yəni təşəkkür. Həmd, yəni Allahı tərifləmək. Sadəcə təşəkkürlə həmdin deyilər ki, fərqi burasındadır ki, həmd neymətdən qabaq da olur, neymətdən sonra da olur. Təşəkkür isə neymətdən sonradır. Bu bir fərqidir. Digər bir fərqi burasındadır ki, həmd istər insanın xoşuna gələn neymətlər olsun, yaxud da ki, bir xoşuna gəlməyən bir hadisə baş verən zaman Allah həmd eləyirsən. Ona görə ərəblərdə bir məşhur gözəl kəlam vardır. Deyirlər ki, Elhamdülillahillezî la yuhmedu ala məkruhin sivah. Həmd olsun o Allaha ki, ondan başqa bir varlıq xoşa gəlməz hallarda təriflənməz. Yəni, tutaq ki, bir nəfər bir neymət əldə edir, əlhəmdülillah, yaxşı oldu ki, bu neymət mənim əlimə düşdü. İndi avariya düşür, məsələn, qəzaya uğrayır, deyə maşın sıradan çıxıbdır, özü sağ-salamat çıxanda ki, əlhəmdülillah, özümə bir şey olmadı. Hətta pis halda da, xoşa gəlməz bir halda da Allah həmd eləyir. Həmd olsun o Allaha ki, ərəblərin misalı, hətta xoşa gəlməz hallarda da ona həmd olunur, ona tərif deyilir, ona təşəkkür deyilir, əlhəmdülillah deyilir. Deməli, onda həmd ilə təşəkkürün fərqi burasında. Bir budur ki, həmd neymətdən qabaq da olar, neymətdən sonra da olar, təşəkkür neymətdən sonradır. İkinci fərqi burasındadır ki, təşəkkür neymət məqamındadır. Həmd isə mümkündür neymət məqamında da ola bilər, mümkündür neymət olmayan bir məqamda da ki, insan bir pis işlə qarşılaşıb, yəni Allah həmd sənə ilə ki, xoşa gəlməz bir halda deyir, həmd olsun Allah ki, belə olmasaydı, belə olardı. Həzrət buyurur ki, Allahümmə inni əftətihus sənəə bihəmdik. Allahım, mən sənə olan tərifimi sənin həmdinlə, sənə təşəkkür etməyimlə başlayıram, əlhəmdülillahla başlayıram. Və əntə müsəddidun lis-savabi bimənnik. Və sən öz minnətinlə, yəni boynuma minnət qoy, mənim ya hər hansı bir bəndənin boynuna minnət qoymaqla onu savab, yəni doğru işlərdə təsdid edirsən, onu müsəddəd edirsən, təyid edirsən. Biz, ola bilsin ki, elmimizin azlığından, ya nadanlığımızdan, ya hər hansı bir cəhətdən elə bilərik ki, hər hansı bir yaxşı işə müvəffəq olun, yaxşı bir şey, mən elədim. Mən bunu belə elədim, mən bu addımı attım. İndi ya bilərəkdən, ya bilməyərəkdən özümüzə nisbət veririk. Amma bu dua və bunun kimi yüzlərlə dualar və İslam məarifi, İslam göstərişləri bizi oyadır ki, yox, o xeyir səndən deyil, hamısı Allahdandır. Sən elə bildin ki, sən o işi gördün, amma əslində Allah səni müvəffəq elədi. Allah səni təsdiqlədi, təyid elədi, arxanda durdu, sənin o gedəcəyin yolda səni müvəffəq elədi, sənlik deyildi. Necə ki, Allah Teala Quranda Peyğəmbərinə buyurur ki, وَمَا رَمَيْتَ اِذْ رَمَيْتَ وَلَاكِنَّ اللّٰهَ رَمَى. Atmadın o zaman ki attın, yalnız Allah attı, lakin Allah attı. Peyğəmbər götürdü, əmr olundu, götürdü torpağı, atı kafirlərə tərəf, atdı, məsələn, bir tufana döndü, onları qərq elədi, neynədi? Və ma rəməytə iz rəməytə, attığın zaman sən atmadın, yəni həm Allah Peyğəmbərin atmağı nisbət verir, həm də deyir ki, sən atmadın. Atmadın o zaman ki, sən attın, yəni sən attığın zaman atmadın. Və lakinnəllahə rəmə, Allah attı, yəni zahiri səndinsə, batində o işləri görən həqiqət aləmində Allah idi, onun təsdiqi idi, onun təyidi idi. Digər bir ayda buyurur ki, ma əsabəkə min həsənətin fə minəllah və ma əsabəkə min səyyətin fə min nəfsik. Hər nə ki sənə yaxşılıqdan gəlir ki, bir o Allahdandır. Hər nə səndən pis iş baş verir, o səndəndir. Demək, yaxşılıqlar bizdən sadir olan, bizdən baş verən yaxşılıqlar Allahın lütfü sayəsində, onun ehsanı sayəsindədir. Onun minnəti sayəsindədir. Onun böyüklüyü sayəsindədir ki, lütf elədi, boynumuza minnət qoydu, o yaxşılığı eləyə bildik. Əgər bir pis iş görürüksə, o bizə nisbət verməz. Çünki o pisi biz eləyirik. Allah heç vaxt istəməz ki, bəndəsi pis iş görsün. Buyur ki, وَأَنْتَ مُسَدِّدٌ لِلصَّوَابِ بِمَنِّكَ. Və sən gözəl Allahım mənim, müsəddidun, səddədə, yəni bir insanı müvəffəq eləmək, bir işdə sabit qədəm eləmək. Lis-savab, yəni düzgün şeylər üçün bimənnik.
öz minnətinlə. Sən idin boynuma minnət qoymaqla düz yolda addım atmağı mənə müvəffəq elədin. Düzgün işləri görməkdə məni müvəffəq müəyyəd etdin. Və əyqantu ennəkə əntər ərhəmur rahiminə fi mavdi'il afvi və rəhmə. Buyur ki, və əyqantu və yəqinə çatdım. Ənnəkə, həqiqətən sən, əntə ərhəmur rahimin. Həqiqətən sən, rəhm edənlərin rəhm edənisən, fi mavdi'il afvi və rəhmə. Əf və mərhəmət olunacaq yerlərdə ki, orada bəndənə əf və mərhəmət olunmalıdır, səndən böyük rəhm eləyən olmaz. O yerdə ki, lütfün qabağa keçməlidir, lütfünlə rəftar eləməlisən, ehsanınla, bəxşişinlə, ətanla rəftar eləməlisən, bağışlamağınla rəftar eləməlisən, yəqinə çatmışam ki, səndən yuxarı bağışlayan olmaz. Sən ərhəmər rahiminsən. Yəqinə çatdım. İmam Əleyhisselam bu ki, əyqəntu. Hər dəfə təkrar eləməyim, dedim ki, ehtimal olunur ki, İmam Zaman Əleyhisselamdandır. Ona görə imam deyirəm və illa əlimizdə qəti dəlilimiz yoxdur ki, İmam Zaman Əleyhisselam kəlamdır. Amma böyük ehtimal ki, sözlərin cümlə quruluşlarından və rivayətin Muhammed ibn Osman el-Əmridən olmağı böyük ehtimal ki, İmam Zaman Əleyhisselamdan nəql olunubdur. Ona görə imam deyirəm. Sanki İmam Əleyhisselam buyurur, mən yəqinə çatmışam ki, mərhəmət mövqeyində, o yerdə ki, mərhəmət olunmalıdır, səndən yuxarı heç kəs rəhm eləyə bilməz. Əyqantu ennəkə əntə ərhəmur rahiminə fi mavdi'il afvi və rəhmə. Əf və rəhmət mövzeyində, məkanında, o yerdə ki, əf olunmalıdır bir bəndə, səndən yuxarısı ola bilməz, sən ərhəmər rahiminsən. Müqabilində nə var? Və əşəddül muaqibinə fi mavdi'in nikali vəl nəqimə. Nikal və nəqimə hər ikisi cəza verməyə deyirlər, cəzalandırmaq. Yəni, zor tətbiq eləmək, pis işin müqabilində bunu cəzalandırmaq. Onu deyirlər, nikal və nəqimə. Nəqimə eyni sözdür, eyni mənalıdır, uqubət deməkdir, cəzalandırmaq deməkdir. Sadəcə Azərbaycan dilində söz qıtlığı var, ərəb dilində söz bolluğu var ki, ona görə mümkündür bir sözdən 10 dənə də bir sinonimlər biri digərinin dalınca gələ bilir. Və əşəddül muaqibinə fi mavdi'in nikali və nəqimə. Nikal və nəqimə, yəni cəzalandırmaq və üqubət məqamında səndən ağır cəzalandıran olmaz. Elə cəzalandırarsan ki, artıq heç kəs cəzalandıra bilməz. Ey mənim Allahım, mən yəqinə çatmışam ki, o yerdə ki, rəhm eləmək lazımdır, heç kəs sənin kimi rəhm eləyə bilməz. Sən ərhəmər rahiminsən. O yerdə ki, bir bəndəni cəzalandırmaq lazımdır, heç kim də sənin kimi cəzalandıra bilməz. Nə mələk, nə cin, nə insan. Sən elə bir cəza verərsən, elə bir əzab verərsən ki, heç kəs onun, belə deyildi, onun mislini yarada bilməz. Rəhmət yerində, rəhmət verilməli olduğu yerdə heç kəs sənin kimi rəhmət bəxş eləyə bilməz. Cəza vermək yerində heç kəs sənin kimi cəzalandıra bilməz. Mən buna yəqinə çatmışam. Sonra və ə'zamul mutəcəbbirinə fi mavdi'il kibriyai vəl-əzəmə və əzəmət və kibriya mövqeyində, yəni yüksəklik, lovğalıq, ağalıq, böyüklük məqamında da sən mutəcəbbirlərin, cəbərut sahiblərinin, belə deyir, təkəbbür, böyüklük sahiblərinin ən əzəmətlisən. Təkəbbür insan üçün pis sifətdir. Kibir sözündə də kibir, təkəbbür, lovğalıq, yuxarılıq. İnsanda olanda çox pisdir. Allah üçün isə ən gözəl sifətlərdəndir. Ona görə bəzi rivayətlər deyir ki, əl-kibru ridai və mən naza'ni fi ridai əkbəbtu finnar ola bizim bu cürdür. Onu dəqiq deyəm mənəm. Yəni məzmunu budur ki, kibir, təkəbbür mənim paltarımdır, mənə məxsusdur. Hər kəs onu mənim əlimdən alıb öz əyninə geymək istəsə, mən onu başı üstə cəhənnəmə salaram. Allah Teala buyurur ki, mənim paltarımda işiniz olmasın. Təkəbbür mənim paltarımdır. Təcəbbür, cəbbarlıq, yekəlik, təkəbbürlük, lovğalıq o mənə məxsusdur. Çünki heç nə qabağımda dayana bilməz. Amma insan gəlib təkəbbürlük eləsin, o pis şeydir. Bəli. Mömin bir insan kafirin qabağında gəlir dik baş olsun. Gərək loğ olsun, gərək özünü yuxarı aparsın. Amma mömin qabağında yox, müsəlman qabağında yox, kafirlərin qabağında. Amma çox təəssüflər olsun ki, əksinə olub. Bir müsəlman müsəlmana qarşı güc göstərir, loğalıq eləyir, dik başlıq eləyir, kafir qabağında isə özünü əyir. Bu pis şeydir.
Xülasə buyur ki, və ə'zamul mutəcəbbirinə. Mutəcəbbir, yəni o cəbərut sahibi, o yekəlik, böyülük məqamında səndən yuxarısı yoxdur. Və ə'zamul mutəcəbbirin. Mutəcəbbirən ən əzəmətlisən sən, harada? Fi mavzi'il kibriya vəl əzəmə. Təkəbbür və əzəmət məqamında da, kibriya və əzəmət məqamında səndən böyüyü, səndən təkəbbürüsü, yuxarısı yoxdur. Sonra buyurur ki, Allahümmə əzintəli fi duaikə və məsələtik. Allahım, sən mənə icazə verdin, izin verdin ki, səni çağıram, dua yəni çağırmaq və səndən bir şey istəyəm. Yəni, hətta mən dua eləyirəmsə, o da sənin lütfündür. Əgər istəməsəydin, mən dua eləyə bilməzdin. Əgər boynuma minnət qoymasaydın, gəlib sənin qabağında əl aça bilməzdim. Əgər sənin qabağında əl açıramsa, səndən bir şey istəyirəmsə, bu da sənin lütfün, mənə olan mərhəmətindir. Mənə icazə vermirsən ki, qabağında əl açam, səndən bir şey istəyəm. Allahümmə əzintəli fi duaikə və məsələtik. Allahım, mənə izin verdin, mənə icazə verdin ki, səni çağıram və səndən bir şey istəyəm. Fəsmə' ya səmi'u midhəti. Ey səmi' olan Allah, ey eşidən Allah. Fəsmə' eşid mənim midhəti, sənə olan təriflərimi. Mədəhəyəmdəhu midhəti, yəni səni tərifləməyimi eşid. Ey mənim Allahım, mən ki sənə gözəl sözlər deyirəm, səni tərif eləyirəm, onu məndən eşit. Allah onsuz da eşidəndir. Eşidəni qəbul et bu mənada. Yəni məndən qəbul elə. Eşit burada qəbul etmək mənası. Allah hər şey eşidir. Allahın elmində belə deyə eşitməmək, görməmək belə şey yoxdur. Görüləcək bütün şeyləri görür, bilir, yəni eşidiləcək bütün şeyləri də bilir. Allahın adlarından biri Bəsir, biri də Səmi'dir. Bəsir, yəni görən. Səmi, yəni eşidən. Amma Allah bizim kimi belə baxıb görmür, qulağı yoxdur belə eşitsin. Görülməli şeylər olan elmi ilə bilir, eləcə də eşidiləsi şeyləri də elmi ilə bilir. Ona deyil Allahın Bəsir və Səmi' sifətləri. Ona görə də Bəsir və Səmi' sifətləri Allahın elminə qayıdan sifətləridir. Burada da fəsmə'dən məqsəd o demək deyil ki, Allah nəuzbillah eşitmir. Eşit, yəni məndən qəbul elə. Fəsmə' ya səmi'u midhəti və əcib ya rəhimu dəvəti. Və mənim dualar, ey rəhim olan Allah, ey səmi olan Allah, mənim təriflərimi eşit və ey rəhim olan Allah, mənim dualarımı icabət et, mənim dualarımı qəbul et və onun istədiyimi ver. Və əqil ya qəfuru əsrəti, ey bağışlayan Allah, mənim əsrəmi, yəni büdrəməklərimi əff et. Əqil, yəni əqalə yuqilu sözündəndir. İqalə sözü dini termin kimi hətta fiqdə də bundan istifadə olunur. Ta ki bir nəfər gəldi, hər hansı bir əşyanı telefonu aldı, getdi evə, telefonda heç bir problem yoxdur. Sadəcə oldu, fikirləşdi ki, məsələn, deyək ki, mən bu qədər pulu verdim, daha ucuzu məsələn alardım, nə inirdim, bunu peşman oldu. Heç bir eybi olmadan gəldi deyək, dükansın yanına ki, qardaş, olar ki, səndən xahiş edirəm, bu telefonu götürəsən dala, mənim pulumu verəsən. Buna deyirlər istəqalə, yəni heç bir üzrü olmadan, heç bir ixtiyarı olmadan gəlib xahiş edir ki, malın geri qaytarsın. Bir dəfə malda eyib çıxıb qaytarıram, onu gedirəm, dirəşirəm ki, hökman bu malı geri götürməsən, filan şey eyblidir məsələn. Bir də var, eybi zadı yoxdur, gələm xahiş edirəm ki, mən səhv elədim, peşmanlamışam, indi olar ki, bunu al-verib pozaq. Onu deyirlər iqalə, istəqalə. Qarşı tərəfə də müstəhəbdir ki, iqalə eləsin, yəni onu bağışlasın, peşmançılığını bağışlasın və onu əff eləsin. Var rivayətdə ki, hər kəs öz mömin qardaşın müamilədə istiqalə eləyən zaman, iqalə eləyərsə, peşman olan zaman onun peşmançılığını qəbul edib, malın geri qaytararsa, Allah da qiyamətin günündə onun peşmançılıqlarını neynəyər, öz rəhməti ilə dəf eləyər və onun peşmançılıqlarını qəbul eləyər. Bu ki, və əqil, ya qəfuru əsrəti, sanki elə bir peşman olmuşuq, gəlmiş Allahın qabağına, ey qəfur olan Allah, əqil əsrəti, mənim büdrəməklərimi, səhvlərimi, əsərə ayağın büdrəməyinə deyirlər, burada kinayədə, yəni günahdan, pis işlərdən. Ey qəfur olan Allah, mənim pisliklərimi, pis hərəkətlərimi iqalə eləyən, peşmanam bu əməllərimlə, tövbə eləyən məndən qəbul elə. Fəkəm ya ilahi min kurbətin qəd fərrəcdəhə.
İlahi, nə qədər dərdlər, bəla, kurbə, yəni dərd, bəla, hüzün, kədər, müsibət, problem, o nə kurbə. Ki, İmam Hüseyin əleyhissalam da gəldi, soruşanda həmən yerin adı, buranın adı nədirlər, Neynəva, Taf, nə bilim, nə. Axırda ki, Kərbəla. Həzrət buyurur ki, Əuzu billahi min kərbin və bəla. Allaha dərddən, kədərdən pənah aparıram. Sonra deyir ki, enin bura bizim şəhid olduğumuz, olacağımız yerdir. Həmən o Kərbəla kurb eyni sözdəndir. Yəni, qəm, kədər yeri bu mənadır. Fəkəm ya ilahi min kurbətin qad fərrəcdəha. İlahi, nə qədər qəm, kədər, qüssə, problem var idi ki, qad fərrəcdə, fərrəcəni açdın. Orada mən üçün bir qapı açdın, onu məndən uzaqlaşdırdın, onlardan çıxış yolu göstərdin mənə. Fərrəcə, yəni bir çıxış yolu göstərmək, yəni çıxartdı məni oradan. Fəkəm ya ilahi min kurbətin qad fərrəcdəha. Nə çox qəm, kədər, qüssələr ki, ondan mən nicat verdin. Və humumin qad kəşəftəha. Həm də yenə problemlər deməkdir. Nə qədər problemlər, müşküllər, qəm, qüssələr ki, qad kəşəftəha. Onların açdın, onlardan məni xilas elədin. Və əsrətin və büdrəmələr ki, qad əqəltəha. Məni əff elədin, məni bağışladın. Və rəhmətin qad nəşərtəha. Və nə qədər mənim üçün rəhmətini yaydın. Mən pislik elədim, sən müqabilində yaxşılıq elədin. Mən pislik elədim, sən rəhmətinlə rəftar elədin. Və həlqəti bəlain qad fəkəktəha. Və nə qədər bəla, müsibət halqaları ki, ilişmişdi mənim boynuma, qıçıma. Mənə mane idi olar, bəla, müsibət ki, gəlmişdi mənim üst-üstdən üzərimə, fəkəktəha, o halqaları açdın. Ümumən, Əhl-i Beyt əleyhissalamın Allah ilə danışığı budur. Hey, özün Allahın qabağında günahkar, kiçik, zəlil göstərir və Allahın etdiyi neymətləri isə böyük əzəmətdir, gözə çarpdırır, onu izhar edir və gərək elə bu cür olsun. Allahla necə danışmağın yolun bizə öyrədir ki, Allahla necə danışaq. Elhamdülillahiləzi ləm yəttəxiz sahibətən və lə vələdə. Həmd olsun o Allaha ki, özü üçün nə bir yoldaş, nə bir uşaq seçib. Sahibə burada yəni arvad mənasında, yoldaş mənasında. Və la vələda, nə də ki, özü üçün övladı yoxdur. Yəni, Allahın nə arvada ehtiyacı var, nə uşağa ehtiyacı var. Həmd olsun Allaha ki, nə özü üçün bir həyat yoldaşı, nə də bir uşaq düzəldibdi. Və ləm yəkulləhu şərikun fil mulk. Və mülkündə, padişahlığında heç bir şey onun şəriki deyil. Və ləm yəkulləhu vəliyyun minəz-zul. Və ləm yəkulləhu vəliyyun minəz-zul. Gözəl ibarədir, Quranda da zahirən keçib bu şey. Adətən biz özümüzə yoldaşı, özümüzün məsələn əlimizdən tutanı, arxamızda duran nə vaxt istəyirik? O vaxt ki, bilirəm ki, tək getsəm bu işin dayacam, yarıtmayacam, məni aşağılayacaqlar, ya bu işi bacarmayacam, özümə bir yoldaş, bir vəli, özümdən böyük tuturam. Deyir, sən o Allahsan ki, və ləm yəkun ləhu vəliyyun minəz-zul, yəni liəcliz-zul. Sənin heç bir vəlin, köməkçin, nə bilim, rəhbərin yoxdur minəz-zul. Zül məqamında, yəni sən zillətə düşməyəcəksən, kimsə özünə vəli seçəsən. Düzdür deyir, məsələn, filan peyğəmbər, filan imam Allahın vəlisidir. Vəlisi onu yəni müsəlmanlar, insanlar üzərində təyinlədiyi vəli mənasında. Nəinki Allahın köməkçisi yox. İnsanların köməkçisi, insanların rəhbəri mənasındadır. Allah özü üçün heç kəsi vəli tutmayıb ki, ona kömək eləsin. Yəni Allahın nümayəndəsidir, höccət öz yerində. Amma Allah ta ki, nəuzubillah, zillətə düşəcəkdir, nəsə problemi olacaqdır, kimdənsə kömək alsın, belə bir şey yoxdur. Və ləm yəkun ləhu vəliyyun. Allahın heç bir vəlisi yoxdur. Nədən minəz-zul, yəni zül məqamında, yəni çətinliyə düşəcəyi zamanda əlindən tutacaq bir şəxs özü üçün düzəlsin, belə bir şey yoxdur. Çünki Allah nə zillətə düşməz, nə köməkçiyə ehtiyacı yoxdur. Və kəbbirhu təkbira. Yəni Allahı daimən böyük gör. Və kəbbirhu. Allahı təkbir et, böyük say, təkbirən də onun təkididir. Sonra buyurur ki, elhamdülillahi bi cəmi'i məhamidihi kulliha. Həmd olsun Allaha bi cəmi'i məhamidihi kulliha. Bütün tərifə layiq sözləri ilə
məcmuəsi ilə. Bir dəfə biz insan, ta ki, nə qədər Allah'a söz deyə bilər, nə qədər onu tərif edə bilərik. Ta ki, bir saat uzaqbaşı oxuduq, ya yazdıq, oxuduq, qutardı sözümüz. Amma Allahın tərifi qutarmaz ki. Milyon ildə ömrümüz olsa, əgərsə bacarsaq, desək yenə də Allahın tərifindən çox cüzi bir şey demişik. Yox kimi bir şeydir. Milyard ildə yaşasaq Allah'ı tərif edir, yenə də onun həqqi tərifinə çatmaq olmaz. Ona görə İmam Əleyhisselam sanki cəmləşdirir. Deyir ki, Əlhəmdülillah. Həmd olsun. Həmd Allaha məxsusdur. Əlhəmdülillah mənası əlhəmd, yəni bütün tərifə layiq sözlər lillah Allah üçündür. Sonra bu ki, bi cəmi'i məhamidihi. Məhmədə tərif deməkdir. Məhamid də onun cəmidir. Kulliha. Allaha layiq olan təriflərin hamısıyla. Yəni demək istəyir ki, ilahi, mənim gücüm çatmaz ki, sənə bir oturam, bir dəfə deyirəm ki, məsələn, Allah, sən nə gözəl Allahsan, nə ruzi verənsən, nə gözəl xəlq eləyənsən, nə gözəl məsələn deyə filan işsən, nə bu cür tərifləmək, mənim nə ömrüm çatmaz, nə də ona imkanım yoxdur. Bəs necə cəmləşdirir Həzrət öz cümləsində? Deyir, bi məhamidihi kulliha. Yəni, Allahım, sənə həmd edirəm. Bütün həmd və tərifə layiq sözlərin məcmuəsini, onu da sən bilirsən, mən bilmirəm. Yəni, sənə layiq olan hər nə təriflər varsa, deyək, məsələn, 100 milyon, 100 milyardın hər nə qədər, onun hamısı ilə sənə tərif deyirəm. Deyirəm ki, ilahi, sənə layiq olan nə gözəl sözlər varsa, hamısın məndən qəbul elə və hamısını sənin üçün tərif kimi məndən yaz. Bu cür deyirəm. Gör, nə gözəl sözdür. İmam nə öyrədir bizə? Sanki imam öyrədilmək istəyir ki, bizə Allah tərif eləmək mümkün deyil. O sözləri sahib qutarmaq olmaz. Amma əgər Allah lütf eləsə, boynumuza minnət qoysa, bu sözünə mümkündür bütün o gözəl vəsfləri bizim üçün yaza bilər. Deyirəm, ilahi, mən acizəm, dilimin qabiliyyəti acizdir, ağlım naqisdir, deyə bilmirəm. Amma belə deyirəm ki, ilahi, səni vəsf edəcək, səni tərif edəcək nə qədər gözəl söz var. Trilyonlarla, məndən nə qədər. Hamısının məcmuəsi nədirsə, onunla sənə tərif deyirəm. Deyirəm, hamısı sənə yönəlsin, o gözəl sözlərin hamısı sənə tərəf yönəlsin mənim tərəfimdən. Onda artıq sanki Allah bütün gözəl sifətləri ilə vəsf eləmiş olur. Elhamdülillahi bi cəmi'i məhamidihi kulliha. Allah həm deyirəm, bütün o tərifə layiq sözlərin hamısının məcmuəsi ilə. Nəyə görə tərif deyirəm? Əla cəmi'i ni'amihi kulliha. Bəxş etdiyi bütün neymətlərə görə, mən bilmirəm Allah mənim neçə neyməti var. Mindir, milyondur, trilyondur, nə bilim, milyarddır, Allah bilir nə qədədir. Doğulduğumuz gündən, öləndən ki doğulduğumuz, hətta xəlq olunmamışdan qabaq belə ruhlarımız belə var idi Allahın yanında. Sonradan bədənlərimiz yarandı, Allah təala ruhları gətirib daxil elədi. Demək onda daimən Allahın rəhmətləri içindəyik, neymətləri içindəyik. Ana qarnında, atanın belində çıxandan sonra uşaq vaxtı, cavan vaxtı, orta yaşlı, böyüyəndə, öləndə, bərzəxdə, nə bilim, maşallah Allah neymətlərinin sayı hesabı yoxdur ki. Daimən Allahın neymətləri içindəyik. Hər saniyəmizdə milyonlarla Allahın neyməti içindəyik ki, xəbərimiz yoxdur. Nə qədər Allahın neymətləri var? Allah bilər, heç kəs onu. Və in təuddu ni'mətəllahi la tuhsuha. Əgər Allahın neymətlərini saymaq istəsəniz, sayıb qutara bilməzsiniz. Hər bir hüceyrəmiz, hər bir sinirimiz, hər bir damarımız, nə bilim, hər bir bədənimizdə olan orqanlar, çəkdiyimiz nəfəslər, damarımızda axan qan, nə bilim, aldığımız oksigen, yeməyimiz, içməyimiz, hamısı Allahın neymətidir. Saymaqla qutaran şey deyil ki. Nə vaxt onların qədrini bilir, əldən gedəndə. Elə ki, o neymət əldən gedir, onu da bilir ki, var. Nə boyda böyük bir neymət əlimizdəymiş ki, əlimizdən gedibdir. Ona görə bu baxımdan ki, Allahın neymətlərini sayıb qurtarmaq olmaz. Yenə İmam Əleyhisselam sanki bizə bir söz öyrədir ki, Allahı necə tərif eləyək? Əla cəmi'i ni'amihi kulliha. Mənə verdiyi bütün neymətlərin hamısına görə Allaha layiq olan bütün tərifləri deyirəm. Artıq da bu sözdə sığışdırdım. Mən bilmirəm milyarddır, trilyondur, amma Allah özü bilir mənə nə qədər neymət bəxş eləyib. İlahim, mənə bəxş etdiyim bütün neymətlərin hamısı üçün sənə təşəkkür eləyirəm. İstər mən onları biləm, bilməm, istər zehnimdə olsun ya unutmuşam, istər onunla elmim var idi, yox idi. Çünki o qədər neymətlər var ki, onu bilmirik. Mümkündür, zaman sonra kəşf olunacaq ki, filan şey neymət imiş bədənimizdə ya həyatımızda. Mümkündür, ölüm gedəcək, bilməyəcəyik.
İlahi, sənin mənə verdiyin, bəxş etdiyin bütün neymətlərə görə sənə ən gözəl vəsflərlə, ən gözəl sifətlərlə tərif deyirəm, mən sənə həmd deyirəm. Elhamdülillahi'llezî la mudadde lehu fi mulkih. Həmd olsun o Allaha ki, mülkündə ona ziddiyyət törədən, ona əks gələn, ona qarşı çıxan yoxdur. Hər bir padişahın bir problemi vardı. Hər bir padişahın istər Allahın təyinlədiyi padişahlar olsun. Yusuf əleyhissalam kimi, Davud əleyhissalam kimi, nə bilim deyək, Peyğəmbərimiz kimi, Əli əleyhissalam kimi və yaxud şeytani padişahlar olsun, Nəmrudundan, Fironundan, Səddamından, hər kimindən. Fərqi yoxdur. Hər bir padişahın bir problem törədən olur. Onun hökumətinin dağıtmağa çalışanı olur, ona qarşı çıxmağa çalışanı olur. İndi müvəffəq olur, olmaz da sonraki mərhələdədir. Axır, hər kim ki padişahlıq kürsüsünə əyləşdirsə, daimən narahatdır ki, incə bu hökumətə qarşı çıxanlar olacaq və bu hökuməti yıxmağa çalışanlar olacaq. Yeganə hökumət, yeganə padişah Allahdır ki, heç kəs onun padişahlığının qarşısına çıxa bilmir və onun padişahlığını yıxa bilməz. Mümkündür kimsə xəyal eləyə bilər, Firon kimi, ənə rəbbukumul əla, nə bilim deyək, göyə ox atanlar, nə bilim, bəzi axmaq hərəkət edirdi, bəzi padişahlar özünü elə bilirdi, Allah müqamında bir şey görürdü. Allah Teala da onları ən zəlil belə, ən cılız bir şeylərlə məhv elədi, aradan apardı. Deməli, onda istər ilahi hökumətlər olsun, Allah tərəfindən təyin olunan peyğəmbər imamların hökuməti olsun və yaxud da ki, şeytani hökumətlər olsun, fərqi yoxdur. Padişahlıq kürsüsündə taxt tacında oturan hər bir şəxs narahatdır ki, mənim hökumətim üçün filan kəs problem törədəcək. Amma bu narahatlıq Allah üçün yoxdur. Çünki Allah bilir ki, mənim hökumətliyim əlimdən gedən şey deyil və heç kəs ona qarşı çıxa bilməz. Ona deyir ki, Elhamdülillah, həmd olsun Allaha ki, o yeganə, bu sifət ondadır. Əlləzi la mudaddə lehu fi mulkih. Mülkündə, padişahlığında kimsə ona ziddiyyət təşkil edə bilməz, ona qarşı gələ bilməz. Və la munazi'a lehu fi əmrih. Və heç kəs də onun əmrində ondan niza eləyə bilməz. Tutaq ki, Əli əleyhissalam yeryüzünün ən böyük padişahlarından biridir və Allahın vəlisi idi və varlıq aləmində də Peyğəmbərdən sonra ən üstün varlığıdır. Necə içindən yanırdı, qəm-kədərlə ağlayırdı, narahat idi ki, çünki onu nə edirdilər? İstədiyin yerinə yetirmirdilər, münazə idi. Müharibəyə çağırırdı, getmirdilər, filan kəsə qarşı belə eləmirdilər. Küfənin minbərində nə dedi? Ya əşbahər rical və la minhum. Kişiyə oxşayıb kişi olmayanlar. Ləqəd mələ'tum qəlbi qeyhən. İçimi, qəlbimi irinlə doldurmusunuz. Deyirəm, müharibəyə gedə getmir. Filan şeylə eləmirsiniz. Əgər 5 gün bundan qabaq əmr edimsə, indi artıq nədir? Məmuram. Heç kim sözümə baxmır. Əl-İslam yəni dərdi dilin eləyirdi ki, ürəyinin dərdini danışırdı ki, artıq heç kəs sözümə itaat eləmək istəmir. Olmazdı ki, qılıncının dalı da kəsirdi, qabağı da kəsirdi. Münazəsi var, yəni çəkişmədə idilər. Muaviyə bir tərəfdən, Xəvariz bir tərəfdən, daxili düşmənlər bir tərəfdən, xarici düşmənlər bir tərəfdən problem törədirdi. Amma Allah belə deyir, Allah heç kəs problem törədə bilməz. Və la munazi'a lehu fi əmrih. Heç kəs onun əmrində niza elə bilməz. Allahın əmri iki cürdür. Bir dəfə təkvini əmridir, bir dəfə təşrihi əmri var. Allahın təkvini əmrinə qarşı gəlmək olmur. Allah istəyib ki, əmr eləyib günəşə ki, filan ildən filan ilə qədər neçə milyon il, milyard il günəş sən işıq saçacaqsan, istiliyi verəcəksən, günəşin həddi nədir verməsin. Ay sən filan iş görəcəksən, çay sən filan iş görəcəksən, dəniz sən filan iş görəcəksən. Eləcə də bədənimizdə də ürək, mən səni xəlq eləyirəm, bu insana məsələn deyir, 70 il ömür vermişəm, bu 70 ildə qanunun bədəninə yayacaqsan, kafir də olsa, mömin də olsa. Nə bilim, mədə səni xəlq eləmişəm, yeməyi həzm eləyəcəksən. Göz sən baxacaqsan, nə bilim, filan hüceyrə sən filan iş görəcəksən. Buna deyilər təkvində əmri. Allahın təkvindəki əmrinə qarşı çıxmaq olmur. Necə əmr eləyibsə o cürdə olur. Heç kəs ona qarşı gələ bilməz. Və kun fəyəkunda həmin təkvini əmrinədir. Bir də var təşri əmr, yəni qanunverici orqan kimi əmr eləyir, namaz qıl, oruç tut. Orada həm mümkündür. Bəzi insanlar itaat eləyirlər, bəzilər itaat eləmirlər. Namaz qıl deyəndə insanların deyək 8 milyard insanın, məsələn deyək yarım milyardı itaat eləyir, namaz qılır, qalanları 7 milyard yarımı Allah üsyan eləyir. Araq içmə insanların çoxu araq içir, az bir qismi içmir. Nəm zina eləmə belə, filan şey eləmə eləyir. Deməli, və la munazi'a lehu fi əmrih. Əmr eləyən zamanda onun münaziyəsi yoxdur. Elədir? Harada təkvini əmrlərdir. Yəni Allah desin belə elə kimsə onun sözünün qabağına söz deyə bilsin, yoxdur. Amma təşri əmrdə bəli, mümkündür Allah deyir,
qadın paltarı möhkəm geyincinə saçın görünməsin, bədənin görsənməsin. Atası ya anası ya qonşu qız ya qonşu arvad deyir ki, yox belə geyinmə, belə geyin. Sanki Allah ilə münazə eləyirlər. Allah bu cür deyir, onun qabağında başqa söz deyir. Zahirən həmin bu cümlədə la munaziə ləhu fi əmrih, onun əmrinin müqabilində ondan çəkişmədə olan şəxs yoxdur, onun əksinə söz deyə bilən yoxdur. Zahirən məqsəd təkvini əmrlərdədir. Çünki təşri əmrlərdə o qədər Allahın sözünü qabağına söz deyən var, bəlkə də Allahın sözü qalır bir tərəfdə, insanların sözü insanlara təsir eləyir. Deməli onda la munaziə ləhu fi əmrih, əmrində kimsə ondan çəkişmədə deyil, təkvini əmrlərdədir ki, onunla heç kəs Allah ilə qabaq-qabağa gələ bilməz və onun əmrin poza bilməz. Amma təşri əmrlər ki, qanunverici formada əmrlərdir ki, filan iş halaldır, filan şey haramdır, filan şey vacibdir, onda həddən artıq çox Allahın sözünü qabağına söz deyənlər olur. Qalsın burada, inşallah davam eləyərik. Elhamdülillahi Rabbil aləmin və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.